Mən ikisi laf cavadı. Ondan mən ikisi. Kişi İşte. hələ işləyir indi də. Harada işləyir? Sahədə. Nə iş görür? Kartuş, paxla, kələn. Sənə necə baxır ayana? Laf yaxşı. Yaxşı baxır. Hə, Və uşaqlar hardadır? hə sana. Kiraya. Üç oğludur. Ha. Bir oğlu Sumqayıtda, Hə. iki oğlu o kəndə. Üç gəlin də var. Ayana, onlar mən də oturum sizdən şəkil çəkdirəcəm bir dənə. Olar? Məktuba da o kadar. Hə, bir dənə şəkil çəkdirək Ha, sizdən. çək cəbala. Bax. Bax. Ay xala, bax ora bax. Bax ora bax. O kameradır. O sizi indi televizora çəkirik. Azərbaycan dilində bir mahnı oxuyacağıq. Nə oxuyacağıq? Bilir, ana bilir. Bir tamaş da var düşmə. Ha, bax televizorda bizi çəkəcək. Bax. Hə, oxuyur. Nə? Gəlin uşaqlar, siz də gəlin bura. Gəlin. Hə, ayağında nə oxuyuruq? Gidiş cəbala, gidiş. Kəcidi Pərizadə yəni ha buraya. Pəriza, nə? Ya bir də necə? Nə? Pərizadə. Tuyulanda elə sözlədik biz. Bayaqdan müəllim axtarırdıq elə bu Buyur, kənd. bu da müəllim. Hə, bax, biz indi bu uşaqlarla danışırıq bu kəndin, Azərbaycanca bilmirlər. Bilmirəm. Çünki bizdə məktəb Ruscadır ona görə. Azərbaycan məktəbi yoxdur. Var idi. Sovet dövründə var idi. Sonra nəsə bu bir arada dəyişdilər, Rus oldu. İndi təzədən Azərbaycan dilini keçirirlər Bax, məktəbə. indi bu məktəb, bu kənddə o balaca uşaqların heç biri Azərbaycan... Yox, niyə bilmirlər ki? Bayaqdan kənddə kimlə danışırıq, heç kəs Azərbaycan danışamır. Yəqin ki, böyük yaşlıları dindirmişsiniz də ona görə ki. Yox, körpələri, Bəlkə məktəbdən gələn... məktəbə getməyiblər məktəbə. Yox, məktəbdən gələn uşaqları. Bəlkə də çəkiniblər, utanıblar, sizə Deyirlər, cavab vermir. kitablarımız yoxdur. Düzdür də, imkanı yoxdur, cəmatın imkanı olmur, kitab almaq. Məktəbə kitaba... O ibtidai sinifəcəndir də, ibtidai sinifəcən. Odur ki, hamısı, bütün komplekti, mən özüm təhsil belə sistemində işləyirəm, məktəbdə olurum, bilirəm də. Düzdür, indi imkanı çatmayanlar da olur. Face'də bir veriliş var, Ayev yiyəsi. Ha, görmüşük. Görmüsünüz? Ha, bak, Biz hər dəfə bir kəndin, bir elin qonağı oluruq. İndi bu həftədə... Liboy vaxtında açıq qapıldı, Liboy vaxtında gəl. Açıq qapıya təpkisi gələ bilər. Var olun, Allah evinizi, Allah ürəyinizi açıq eləsin. Sağ olun. Bizim kənd yaxşı kəndi. Bizim kənd 33-cü illərə qədər rayon olan kəndi. Bu kənd? Bəli. 33-cü illərə qədər rayon olub bu. Qusar yox idi, Hil rayonu idi. 33-cü illərdən sonra Qusar düşüblər. Su olmadı ondan burada. Ha, burada su yoxdur. Var indi var. Əvvəllər yox idi. Bulaqlar var, sular var. Amma həyətlərdə su yoxdur, hamı bulaqdan gətirir suyu, hə? Bulaqdan da var, texniski var. İndi var, indi grantlar var həyətlərdə, zıdlarda. Pusat var. Ayev yiyəsinə baxırsınız. Ha, ışık olanda baxırıq da indi. Işık olsa bala her şeye baxırıq. Ancaq ışık misqalla verir də belə. Işıqlar var, ışıqlar normaldır. İndi bax, bizə deyin görək. Bu kənddə biz bayaqdan... Yaxşıdır indi, Yox, bayaqdan əvvəllər kəndin mərkəzindən, bulağın yanından buradan gəlirik, ayana. Bütün bax, kişilər bax, beləcə oturublar. Hə. Amma qadınları görmürdük. İşləyən deyəsən qadınlardır. Ha, bu bizdə kişilər saxlayırıq. Hə? Hər. Ayda eşitdin nə dedi? Nə dedi? Eşitdin nə dedi? Bu deyir ki, de kişilər, arvadlar görmür, hamısı kişilərdir. Deyir, biz kişiləri saxlayır, arvadlar işləyirik də. Arvadlar da gələ yıxılmış evin direği diye bunlar yıxılmış evin direği arvad değil. Ha, lap yaxşıdır, lap. Sizin canı sağ olsun. Sağ olun, var Bizə olun. baş çəkib, oradan bura gələn. Var olun, Canı sağ sağ olun. olsun sizin. İçməli su buradadır, yoxsa işlətmə? İçməli sudur. Bəs işlətməyə su? Həm işlədirik, həm də içirik.
Kasbabanın 70 illiyi qeyd olunur. Bizi bu evə dəvət etdikləri zaman artıq məclis bitirdi. Qonaqlar dağılışmışdı. Ev yiyələri ilə tanış oluruq. Ədalətlə Qusarın girişində körpüdə görüşəcəyik. Bu isə Hacı xaladır. 011 Jigulisində. Allah Teala yaxşı güzel şeyler çekesiz. Pis şeyler bizim ümmete hiç kısmet olmasın. Ha. Allah size can sağlığı versin. Bak halanın esil Hacı haladır. Bak dokumenti var. Şeyden gelen, hacdan gelen esil dokumentim var. Bu da mənə oradan veren şeydi. Görürsünüz, burada olmuşuq 20 gün. Ben bir yetimdar anaydım. Şükür elhamdülillah, kimi evvelidir, kimi ahırıdır. Ahır hayır olsun, kocalarda ahır hayır olsa çok yaxşı oldu. İndi sizi kimi 3 oğlu var, iki kızı. Allah saklasın. Onlar da böyle pis değil. İndi evvel yetim idi, şimdi hekimdi. Maşallah, maşallah yaxşıdır. Ben ümmete ancak bir şey arzulayıram ki, ilahi, adaletle, hakla Allah Teala sizi saklasın. Atlıda, Abşeronda, Bakıda yaşayan qızları atalarının 70 illik yubileyini qeyd etməyə, doğma kəndlərinə toplaşıblar. Kasbabanın əsas məşğuliyyəti bağdır. Çay süfrəsi hazırlanana qədər ədaləti bağı ilə tanış edir. Bundan aşağıki taraf heyvadır. Bilinir eyvah. O büyük, o yoğunlaşmır. Ama bu celağı yoğunlaşır. Tamı başka olur ha. Tamı başka olmaz. Ama olma tam olur. Ancak ki bu azadı nedir? Heyva ağacından calaqlayanda o dibi çok yoğunlaşmır. Ha, bunun bir neçə bir 7-8 yaşı var ya çoxdur. Çoktur. 60. yıldır calaqlamışlar. Oo, 60-cı ildə. Mən onda elə bəlkə heç anadan olmamışdım. Mən 66-da anadan olmuşam. Ona görə Ha. məndən yaşda böyüdü bu ağac. Bu yoğun ağaclar 60. ildə, 61'de ekmişik bunu calaqlamışız. Ama bu ağaçlardaki Almanın üstünde calaqlamışız. Aha, bu ağacı. Bu ağacı, bunları. Bu zoğal ağacdı. Bunun calaq zad yoxdur. Qəribə təzaddır. Niyə ağaclar calaq kimi daha məhsuldar, daha uzun ömürlü olurlar? Elə ağaclar var ki, calaq olunmur. Calaq olan ağac isə kökün deyil, calağın meyvəsini gətirir. Bağ xüsusi mədəniyyətdir. Əsrlərin insanlara miras qoyduğu təbiət dərsidir. Bu dərsləri qavramağa gücümüz çatarmı? Ədalət öz bağı üçün meynə istəyir. Bunlar tez bitən şeylər. Doğrudan. Budur ki, Deyirəm bəlkə birini də mənə verəsiz. Bakıda bitər. İndi yox. İndi bunlar yarpağı açılır. Onda Allah qoysa, Payızda. mən payızda gələni. Allah qoysa. Çay süfrəsi hazırdır. Hil kəndi, Samavar çayı, Azərbaycanımızın ayrı-ayrı bölgələrindən ata ocağına yığınan bacılar, qardaşlar və bir də ay qız keçmə bizim məhlədən. Sənin adın nədir ay gözəl? Sənin adına qurban olum. Dayan gözlə söyle sənə qəzəl. Dayan getmə incimə məndən. Dünya sənindir gözəl, aləm sənindir. Sevgilim aldı gözəl, o da sənin. Gözləri sənindir gözəl, sözləri sənindir. Allah bir ürəyim var, o da sənin. Ay yordu, yordu, yordu. Görək kim kimi yordu?
Dayıcan. Ad günün mübarək. Çok sağ ol. Kim yaxşı oynayırdı be ya? Çok sağ ol. Ha, kimle vardı? Bu birisi yaxşı el çalırdı, var bu da sənə. Ay, sağ ol. Ha, Baxır, baxır. Mənim dostuma. Bu da kızlar hanım, böyük kızlar. Ha, bu sizə. O da bizim 2000 marketten hediyemizdi. Var olun, sağ olun. Yani biz onu sevinirik ki Azerbaycanımızın yani bir Busar bölgesinde bir aile var. Atasını, anasını yaddan çıkartmırlar o ailenin evlatları. Yani bir asıl Azerbaycanlı ailesi var ki o Azerbaycanlı ailesinde geçmiş, qədim Azerbaycan adət-ənənələri yaşayır. Yani ata ana unudulmayıb, ata ananın yanında yine xoş günündə balalar buradadılar. Ədalət müəllim də bu gün sizin qonağınız oldu. Belə bir yaddaşlarda günlərin bir günü xatirəsini saxladı. Yəni Mən də istəyirəm bu gözəl veriliş vasitəsilə bütün hamımıza deyən valideynlərimizi yaddan çıxartmayın. Hərdən imkan varsa zəng eləyin, baş çəkin onlara yaddan çıxartmayın mənim əzlərim. Biz de bütün bu aile, bu boyda büyük aile adından Space kanalına, sizə qrupa, çəkiliş qrupuna, Ədalət müəllimi. Çox sağ olun. Çox sağ olun. Hamınıza təşəkkür deyirik. Allah canınızı sağ eləsin. Xoş gəlmişsiniz və həmişə də gələ bilərsiniz. Buyurun, qapımız sizin yüzünüzdə həmişə açıqdır. Həmişə sağ olun. Allah sizə hamımıza can sağlığı versin. sağollaşıb ayrılırıq. Yenə kəndin mərkəzindəyik. Ədalətlə dünənki gəzintini davam etdirmək istəyirik. Və beləcə bir görüşümüz də bitir. Nə oldu? Nə göstərə bildik, nələri göstərə bilmədik, nələri yaşadıq. Görən ağızlar günəşi sevən kimi, çaylar məcrasını, dağlar əzəmətini sevən kimi, quruda çabalayan balıq suyu sevən kimi biz vətəni sevə bilirikmi?